Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu, iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib. Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına, daha da möhkəmlənməsinə səbəb olacaq, deyə Müctəba Dəmirçilu bildirib. Xatırladaq ki, Azərbaycanda karantin rejimi oktyabrın 1-də başa çatacaq. Lakin bundan sonra ən çox müzakirə olunan sual sərhədlərlə bağlıdır. Oktyabrın 1-dən sonra quru sərhədlərin açılması gündəmə gələ bilərmi? Media Global xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb. Əlbəttə ki, qonşu ölkələrlə sərhədlərin açılması zərurəti var. Amma Azərbaycan həm də daxili təhlükəsizliyi, bütövlükdə dövlətin təhlükəsizliyini ön plana çəkərək sərhədləri açmağa tələsmir. Mən düşünürəm ki, oktyabrın 1-dən sonra da sərhədlərin açılmasını gözləməməliyik. Çünki həm İranda, həm Rusiyada məsələlər, yəni gərginliklər hələ həllini tapmayıb. Üstəlik, bu payız üçün İsrailin İrana yenidən hücumları proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycan İranla sərhədləri tam olaraq aça bilməz və ya açması çətinlik yarada, əlavə gərginliyə səbəb ola bilər. O baxımdan tələsməmək düzgündür. Amma bir şeyi də unutmamalıyıq ki, Arazın o tayında və bu tayında vahid Azərbaycan coğrafiyası yerləşir. Təbiidir ki, bu coğrafiyada yaşayan insanların hamısı türklərdir, Azərbaycanlılardır. Onların bir-biri ilə gidiş-gəlişi, ortaqlaşması və qaynayıb qarışması vacibdir. O baxımdan sərhədlərin, bəlkə də sərhədyanı bölgələr üçün açıla bilməsindən danışa bilərik. Eyni yanaşmanı Dağıstanda Dərbənd və Gürcüstanda Borçalı üçün də tətbiq etmək olar ki, sərhədyanı ərazilərdə yaşayanlar quru sərhədlərdən rahat keçib gələ bilsinlər. Çünki buna ciddi zərurət var. Üstəlik, sərhədin o tayında və bu tayında insanlar qohum-qardaşdır, bir-birini tanıyır və yaxın münasibətləri var. Yəni, bu ehtimalı belə dəyərləndirmək olar. Amma İran normal dövlət olsaydı, yəqin ki, biz sərhədləri çoxdan açmış olardıq. Fars Molla rejimi isə Azərbaycanın bu xoşməramı üçün imkanlar tanımır. Getdikcə üstünə gəlirlər, böhtan atırlar. Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar. Öz missionerlərini bu və ya digər şəkildə səfərbər edib üstünə gəlirlər. Bütün bunlar varkən, əlbəttə ki, Azərbaycan hələ İran sərhədinin tam güvənli olduğunu deyə bilməz. Böyük Britaniya bazar günü sentyabrın 21-də Fələstini dövlət kimi tanıyacaq. Media Global'ın məlumatına görə bu barədə BBC və Sky News məlumat yayıb. Qeyd olunub ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer məlumat verəcək. Böyük Britaniya ilə yanaşı Fransa, Avstraliya və Kanada kimi ölkələrin də Fələstini tanıyacağı gözlənilir. Xatırladaq ki, Keir Starmer iyul ayında Böyük Britaniyanın yalnız İsrail atəşkəsə razılaşdığı iki dövlətli həll yoluna sadiqlik nümayiş etdirdiyi halda Fələstini tanıyacağını açıqlamışdı. O zaman baş nazir demişdi: "Həmişə demişəm ki, Fələstin dövlətini tanıyacağıq. Amma bu addımı iki dövlətli həll üçün maksimal şərait olacağı anda atacağıq." İşlənmiş avtomobillərin qiyməti artacaq. Media Global Xəzər xəbərə istinadən xəbər verir ki, qiymətlərdə 2-3 min manat artım proqnozlaşdırılır. Bildirilir ki, elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Belə ki, müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur. Azərbaycan Avtomobil Dilərləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərə tətbiq olunan güzəştlərin bitəcəyi, elektrikli avtomobillərdə isə davam edəcəyi gözlənilir. Eyyub Əliyev bildirib ki, sözü gedən avtomobillərə tətbiq edilən güzəşt davam edərsə, ikinci əl avtomobillərin satışı olduqca çətinləşəcək. Bu isə hibrid və elektromobillərin satışını kəskin artıracaq.
Fenerbahçe klubunda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi yekunlaşıb. Media Global xəbər verir ki, səsvermə saat 11-də başlayıb və 18-də başa çatıb. Müşahidə Şurasının sədri Şekib Mosturoğlu seçkilərdə ümumilikdə 24800 nəfərin səs verdiyini açıqlayıb. Səsvermə nəticəsində Saadettin Saran İstanbul klubunun yeni prezidenti olub.